İkinci Dünya müharibəsindən sonra Seyirdə saxlanılan milyonlarla əsir heç də təkcə almanlardan ibarət olmayıb. Məğlubiyyətə uğrayan Yaponiya ordusuna əskər və zabitlər də əsir kimi Seriyə gətirilib. İlham Cəmiloğlu yazır ki, bununla bağlı Dövlət Müdafiə Komitəsinin 23 avqust 1945-ci il tarixli müvafiq qərarı olub. Qərarda 500 min Yapon hərbi əsirinin Seriyə, Primorsk və Altay diyarlarına, Çita və İrkutsk vilayətlərinə, Özbəkistana və Bayrut Monqol Muxtar Respublikasına göndərilməsi nəzərdə tutulub. Seyir Daxili İşlər Nazirliyinin təqdim etdiyi statistikaya görə 1945 və 1956-cı illərdə Seyirdə saxlanılan Yapon hərbi əsirlərinin sayı 639.776 nəfərə çatıb. Onlardan 163 nəfəri general, 26.573 nəfəri zabit, digərləri əskər olub. Əsirlik dövründə 62 minə yaxın əsir müxtəlif səbəblərdən vəfat edib. O cümlədən 31 general və 607 zabit də əsirlik zamanı ölüb. Lakin Yaponiya tərəfinin isə statistikası fərqlidir. Belə ki, Yaponiya Seyirdə saxlanılan əsirlərin sayının 1 milyon 70 nəfər olduğunu bildirib və onlardan 1956-cı ilə qədər yalnız 730 min əsrin Yaponiyaya qayıtdığını qeyd ediblər. Seyirdə Yapon hərbi əsirlərindən işçi qüvvəsi kimi istifadə olunub. Onlar Seyirinin 30 bölgəsində ən ağır işlərə cəlb olunublar. İlk illər düşərgələrdə əsirlər üçün minimum şərait yaradılmayıb. Seyirinin müharibədən sonraki ağır iqtisadi durumu əsirlərə ümumi qəbul olunmuş standartlara uyğun şərait yaratmağa imkan verməyib. 1946-cı ilin sərt keçən qışında hava şəraitini tab gətirməyən 10 minlərlə əsir soyuqdan və aclıqdan ölüb. Düşərgələrdəki ağır rejim qaydaları, baraklardakı şəraitsizlik, 12-14 saatlıq iş günü, tibbi xidmətin yox dərəcəsində olması, qida çatışmazlığı və bütün bunlarla yanaşı NKVD əməkdaşlarının əsirlərlə amansız davranışı Seyirni Yapon hərbçilər üçün əsl cəhənnəmə çevirib. Bir çox düşərgələrdə Yapon əsirlərinə nəzarət elə əsir düşmüş Yapon zabitlərinə həvalə olunub. Əsirlərin işə aparılması, sıra baxışı, barakların yoxlanılması, daxili rejim qaydalarına riayət edilməsi məhz onlara həvalə edilib. Yalnız 2-3 nəfər Sovet hərbçisi onlara ümumi nəzarət həyata keçirib. Yerli sakinlər Yapon əsirlərinə xoş münasibət göstəriblər. Bayram və istirahət günlərində onlar ev yeməklərinə qonaq ediblər. Düşərgələrin rejim qaydalarına görə əsirlər həftədə bir dəfə düşərgənin yaxınlığındakı kənd və qəsəbələrə gəzintiyə buraxılıb. Lakin gəzinti zamanı yerli sakinlərin evlərinə qonaq getmək isə qadağan olunub. Bu qadağa isə demək olar ki, hər gəzinti zamanı pozulub. Yapon əsirləri öz asudə vaxtlarını əsasən tanış olduqları rus qızlarının evlərində keçiriblər. Təsadüfi deyil ki, həmin illərdə düşərgələrin yerləşdiyi qəsəbə və rayonlarda minlərlə Yapon-Rus qarşılığı olan uşaqlar dünyaya gəlib. 1950-ci illərin əvvəllərindən Yapon əsirlərinin düşərgələrində məişət şəraiti qismən də olsa yaxşılaşıb. Hətta Yapon hərbçilərindən bəziləri gələcəkdə Seyirdə qalmağı da planlaşdırıb. Əsirlikdə olduqları müddətdə Yapon əsirləri Sovet vətəndaşlarının bir çox adətləri ilə təəccübləndiriblər. Yaponlar üçün hamının gözü qabağında lüt soyunub çinmək adi hal sayılıb. Onlar istədikləri ərazidə, kəndlərin ətrafındakı torpaq sahələrində su mənbəyi görən kimi utanıb çəkinmədən soyunaraq çimiblər. Yerli sakinlər tərəfindən qəbul olunmayan bu hərəkətlər Yapon əsirlərinin xeyrinə olub. Vəziyyətdən çıxmaq üçün düşərgələrdə yerli hökumət qurumları ümumi hamamlar tikməyə başlayıblar. Bununla yanaşı 1950-ci ildə düşərgələrdə tibbi xidmət üçün əlavə ştatlar ayrılıb. Yerli tibb bacıları və həkimlər düşərgələrdə işə dəvət təklifini böyük həvəslə qəbul ediblər. 10 ildən artıq Xabarovskdakı düşərgələrdə təsərrüfat hissəsinin rəisi işləmiş Boris Svridov sonralar yazdığı xatirələrində bununla bağlı öz təəssüratlarını belə bölüşüb. 1950-ci ildən başlayaraq hökumət Yaponların qaldığı əsir düşərgələrini diqqəti artırmağa başlamışdı. Əvvəlcə düşərgələrdə hamamlar tikildi. Sonra çamaşırxanalar fəaliyyətə başladı. Əsirlərin əsas problemi tibbi xidmətin olmaması idi. Əslində cəmsi bir həkim və tibb bacısına ibarət tibbi xidmət var idi. Amma onlar tam ştata götürülmədiklərindən düşərgədə az olurdular. 1950-ci ilin sentyabr ayında mənim xidmət etdiyim düşərgənin strukturuna tibb personalı üçün yeni ştatlar verildi. Çoxları elə düşünürdü ki, əsirlərə xidmət edəcək həkim və tibb bacısı tapılmayacaq. Amma hər şey əksinə oldu. Müraciət edənlərin sayı ştatların sayından qat-qat çox idi. Gənc tibb bacıları zarafata salıb deyirdilər ki, bəlkə gələcək həyat bulduzumuzu Yaponların arasından tapdıq. Yapon hərbi əsirlərinin repatriasiyası 1946-cı ildən başlayıb, 1950-ci ilə qədər davam edib. Həmin il sonuncu əsirlər Yaponiyaya təhvil verilib.